Nəhayət ki, rəsmi olaraq bu avtomobil Bakıya gəldi. 3 rəng komplektasiyasında qara, boz, yaşıl. Mən yaşılın tərəfdarıyam və hesab edirəm ki, bu yaşıl rəng ən uğurlu tapılmış rənglərdən biridir. Çox təəssüf ki, onu 001-ə vermirdilər. Yəni Avropa komplektasiyasında olan 001-ə vermirdilər. Bu avtomobilə mən həmişə öz videolarımda avtomobillərə bir ad qoyuram da. Qarşımızda Zeekr 7X var. Üstünlükləri nədir, nələr var, nələr yox, bu buraxılış boyu biləcəksiniz. Amma biz bu avtomobilə quzu dərisi giymiş canavar adı verə bilərik. Canavarlığı hardadır, quzuluğu hardadır biləcəksiniz. Avtomobilin həm research dediyimiz, yəni araşdırma dediyimiz, istehsalat dediyimiz, development dediyimiz və dizayn dediyimiz hər bir şeyi Zeekrin İsveç bölməsinə aiddir və bu avtomobilin üzərində İsveçlilər işləyiblər, Volvo'nun mühəndisləri işləyiblər və avtomobilin dizaynına baxanda burada bir İsveç minimalizmini görə bilərik. Bu avtomobilin ön hissəsinin dizaynında, bax, quzuluq burada görsənir. Yəni, gəlirsən, burada bir LED işıqlar var, Matrix işıqlar var, qabaq bufer daha aşağıdır və baxarsan ki, bu nəsə sakit avtomobilə oxşayır ki, bu arada, bu hissədə istədiyiniz yazıları yaza bilərsiniz. Məsələn, biz bura Zeekr Azərbaycan yazmışıq. Siz istəsəniz işıq sisteminin dəyişdirə bilərsiniz, istəsəniz öz adınızı yaza bilərsiniz, istəyirsiniz Instagram səhifənizi yaza bilərsiniz. Orada heç bir problem yoxdur və qarşıdan, güzgüdən gələn avtomobil sizin bu yazılarınızı görə biləcək. Qanunvericiliyə görə bu qadağa deyil və buna görə cərimə də düşmür. Amma təsəvvür edin ki, bundan komplektasiyaya aid olan bir şeydir. Daha doğrusu bu sifarişlə olan bir şeydir. Yəni, siz bunu sifariş verirsiniz ki, məndə belə bir işıq olsun. Amma bu sifarişinizin içərisində olmasa, bura sadə işıq kimi, yəni ledlər kimi və ya piksel nöqtələr kimi görsənəcək və bu avtomobilin ön hissədən sadə bir dizayn, elə quzu cildində olmasının göstəricisidir. Təbii ki, lidar var və bu lidar vasitəsilə ətrafda baş verən bütün proseslər qiymətləndirilir. Yəni, piyadadır, zolaqdır, ağacdır, nişandır, digər avtomobillərdir, park edən avtomobillərdir və s. Bu baxımdan kifayət qədər çox yaxşı bir funksionallığa malikdir. Əgər biz avtomobilin yan hissəsinə keçsək, artıq onun Continental EcoContact 7 təkərinə təhciz olunduğunu görmüş olarıq və avtomobil pnevmo askı ilə təmin olunub. Həm Zeekr 001-də olan pnevma balon və 007-də olan və 7X-də olan pnevma balon eynidir. Əslində eyni askıya malikdir və avtomobilin olan modulun, CMA modulunu bir qədər uzadıblar və daha böyük batareya yerləşdiriblər ki, deyim ki, bu batareya 100 kWh-dır və tam dolumda 707 kilometr məsafə qət edə bilir. Uzun müddətli testlərimiz olanda təbii ki, onu test etməyimiz mümkün olacaq. Çinin öz daxili bazarı üçün istehsal olmuş versiyasından avtomobil biraz fərqlənir. Bu fərqlərdən biri burada düymə ilə daxil olmaq yoxdur. Burada elə qapını açırsan, olduğu kimidir. Çünki Avropa standartları var və həmin Avropa standartlarında düymə ilə daxil olmaq hələ ki qaydalarda nəzərdə tutulmayıb. Yəni Çin versiyasında həm burada bir dənə düymə var, həm də burada düymə var. Düyməni basırsan, qapı açılır, oturursan, əyləci basırsan, qapı bağlanır. Avropada isə bunu etmirlər. Niyəsə görə Avropa qaydalarına uyğun deyil. Bu arada Çində 2027-ci ildən etibarən bu çıxıntılı qapılar var, ondan imtina edəcəklər. Yəni bəlkə də biz Zeekrlarda sonuncu bu cür çıxan qapı quluplarını müşahidə etmiş oluruq. Avtomobilin həcmi 007-dən bir qədər böyüdür, amma eyni CMA bazadadır. Sadəcə batareyanı çoxaldıblar, uzun məsafə qət edə bilir və təbii ki, burada bir dinamika da artır. Metal materialdan hazırlanmış relslər də avtomobilin damında var. Yəni siz burada çox rahat sürətdə yük daşıya bilərsiniz. Charge portu isə Çin modelinə uyğundur. GPC zaten Bakı şəhərində olan yüklənmə məntəqələrinin çoxusu CCS2-dən daha çox GPC-lər var. Çin avtomobilinin burada zənginliyindən
söhbət gedə bilər. Arxa hissədən də eyni cür biz monoqaş işıqları görə bilərik. Burada da bir Porsche izini görmüş oluruq. Çünki 001-i təqdim edəndə Zeekr dizaynerlar demişdilər ki, bizim əsas ilham mənbəyimiz Porsche Panamera'dır. Biz ondan ilhamlanmışıq və Zeekr 001-in də içərisi salon dizaynında və xarici dizaynında, həmçinin 7X-da da bu Porsche dizaynından ilhamlanmaq sübutunu görmüş ola bilərik. Belə bir monoqaşları var. Arxa kamera bu cür yerləşdirmək qərarına gəliblər və burada da bir dənə də kamera var. Yəni arxa hissədə 2 dənə belə cüt kamera var. Bagaj hissəsi 536 litr tutur. Təxmini ön hissədə kapot altında yatan bagaj isə 42 litrdir. 600 litrdən bir qədər çox yük yerinə malikdir. Arxadan da baxanda avtomobili belə minimalistik bir dizaynda görmüş olursunuz. Burada da bir dənə belə premium həvəskarları üçün nikeldən bir altlıq da qoyublar. Belə baxırsan, biraz school basa oxşayır, biraz minivanə oxşayır, crossoverə də oxşayır. Amma bu maşını indi sizə deyəcəm ki, niyə görə bu avtomobil quzu dərisi geyinmiş qurddur. Hər şey avtomobilin təkərlərindədir. Bu avtomobil Porsche Cayenne qalib gəlib. Belə bir video var. Xizək sürmə arenasında qarlı yolda dikinə qalxmaq lazım idi. Porsche Cayenne yolun yarısından geri çönür. 7X axıra qədər gəlir. Bu əslində Audi'nin taktikasıdır. Audi köhnə reklam kampaniyalarında bax belə bir videodan istifadə etmişdi. Quattro'nu göstərmək üçün. Daha sonra dünyanın ən böyük barxanlarından birinə qalxan bir avtomobildir. Çünki bu avtomobil 4x4'dür. Təbii ki, sadə komplektasiyalarda avtomobil arxa çəkəndir və bir motor var və o arxa təkərdə yerləşir. Zeekr 7X həmişə 4x4 olan, həm ön hissədə, həm də arxa hissədə motoru olan elektrikli SUV-dir. İlk olaraq rəsmi bu cür 4x4 elektrikli SUV gəlir Azərbaycana. Tesla'nın Model X Plaid deyə bilərsiniz. Orada da 2 də motor var, orada 4x4-dən olur. Onlar isə Azərbaycana rəsmi gəlmirlər. Yəni, ilk rəsmi 4x4 SUV, ilk elektrikli SUV məhz 7X-dir. Bunun ən böyük üstünlüklərindən biri budur. İkincisi 636 at gücüdür. 700 Nm fırlanma anıdır. Məsələn, Zeekr 01 FR-də 4 motordur. Yəni, hər təkərə bir dənə elektromotordur. Tesla Model S Plaid-də isə 3 motordur. Yəni, o da ən güclü elektrik avtomobillərindən biridir. Yəni, bu avtomobil əslində kapotu bağlayırıq, yolda gedirik. Sıradan bir avtomobil kimi görünür. Bir SUV-dir, qara rəngdə və ya xoşladığımız yaşıl rəngdə neyniyə bilər? Amma siz pedalı vurandan sonra, qaz pedalını basandan sonra hər şey, bütün daşlar yerinə oturur. Yəni, hal-hazırda bazarda ən güclü SUV-lərdən biridir. 4x4. Kimsə dağa dırmaşmaq istəyir, buyurun dırmaşın. Kimsə uzaq məsafə qət etmək istəyir, 707 kilometr. Buyurun gedə bilərsiniz. Kimsə sürətli şarj istəyir, buyurun istifadə edə bilərsiniz. Kimsə daha rahat salon, daha keyfiyyətli materiallar və daha rahat sürüş istəyir, buyurun avtomobilin içinə gələ bilərsiniz. Sizə bir şey deyim, avtomobilin salon keyfiyyəti sizi həqiqətən təəccübləndirəcək. Ambient lights, yəni salonun işıqlandırılmasındakı olan naxışlar. Üstə gəl, burada təhlükəsizlik kamerası var. Bir dənə burada da təhlükəsizlik kamerası var. Bunu belə tak gizlədirsən. Zeekr səsləndirmə sisteminin burada kolonkasının yerləşdirilməsi, LED işıqlar, hava vurucular, qapı düymə ilə açılır. Ala Rolls-Royce. Buradan oturacaqların kürəyini nizamlamaq üçün düymə var. Yəni, ön oturacağın sən dəyişdirə bilərsən ki, qabağa get biraz və s. Üstə gəl, əyləşmişsiniz və başınızı qatmaq lazımdır. Açırsınız və belə bir stulunuz olur, kiçik. Amma o başqa şey üçün nəzərdə tutulub axı. O monitor üçün nəzərdə tutulub. Yəni, arxa monitor məhz bizim bu tərəfdə, sağ tərəfdə oturan sərnişin üçündür. Premium segmentdə rahat bir SUV. Həm burada bir dənə cibi var, telefonumuzu qoya bilirik. Həm də burada bir dənə monitor var və bu monitorla oturacaqları
idarə etmək olur. Burada 4 cür masaj var. Arxa oturacaqlarda kürək hissəsinə masaj var. İstəyiriksə buradan soyutma sistemini işə sala bilirik. Yəni həm bizi masaj eləyir, həm də istəyirsə soyuda bilir, soyuqdursa kürəyimizi isidə bilirik. Atmosfer işıqlandırılmasını da idarə etməmiz mümkündür. Əlavə olaraq pəncərələrin açılması və bağlanmasını da, daha doğrusu jalüzlərin açılıb bağlanmasını da buradan eləmək olur və özündə avtomatik bir jalüzü də var. Yəni bu avtomobildə premium segmentdə bir SUV-də nə nəzərdə tutulursa hər biri var. Avtomobilə əyləşəndə premium bir avtomobildə əyləşdiyimizi anlayırıq. Əvvəla onu deyək ki, bu avtomobildə Zikr 001-dən fərqli olaraq Yamaha səs sistemindən yox, məhz Zikr Sound'dan istifadə olunub. Yəni özlərinin səs sistemindən. Hətta bu səs sistemi boyun dəstəkləyici hissəsinə də quraşdırılıb. Müxtəlif yerlərdə burada, öndə, sağda, arxada bu sistemi görə bilərsiniz. Qapılarda da var. Yəni müxtəlif səs sistemləri var. İkincisi, bunun materialıdır və süni dəridən də düzdür, amma çox qəşəngdir və xoşuma gəldi. Xoşuma gələnlərdən biri ambient light hissəsinin bax bu cür naxışlarla bəzənməsidir. Sükanın bax bu hissəsinin kəskin belə kəsilməsi idman, o canavar ruhunu göstərir. Ön alətlər paneli yenə Porsche Panamera'dan götürülmüş bir kimidir. Yəni oradan ilhamlanıblar. Böyük bir ekranımız var. Ekran haqqında ətraflı danışacağım. Bu tərəfi enli eləyiblər. Yəni bizdə sürmə şeyində, mentalitetində belə bir şey var. Çox böyük bir və parlaq bir head-up display-dir. Bunu ayrıca göstərmək lazımdır. Əlavə olaraq deməli sükan arxasında bu şüşə yuyucularıdır. Sağ tərəfdə sürət qutusudur. Yəni D-yə atırsan, bir pilləli sürət qutusudur və hərəkət edirsən və ya parkingi basırsan və salam avtomobil parkingdədir. Biz qapını yenə düymə ilə açırıq. Çin versiyasında təşəkkür edirik. Deyir ki, telefon maşında qalıb onu götür. Çin versiyasında əyləci basmaqla qapılar bağlana bilər. Ön monitor böyükdür. Məhz Zikr 001-də olduğu kimidir və burada çox funksiyonallıq var. Asəf, burada ən çox xoşuma gələn bilsən nə oldu? Necə belə freshdir. Hoppa. Və hər bir şeyi avtomobildə buradan idarə edirik. Həm ön işıqlar, həm güzgülər, həm head-up display, hətta sükanı belə buradan kontrol edə bilirsən ki, aşağı, yuxarı, sağa, sola, bütün bunların hamısını. İnterior dizaynda çox xoşuma gələn şeylərdən biri. Bunlar düymələrdir. Düymələrdir. Bagajı açmaqdır, əlcək qabını açmaqdır və s. Səs vermə və səs azaltmanı da elə inteqrasiya ediblər ki, uzaqdan düymə kimi görsənir və ya düymələr də fırladılan kimi görsədilir. Amma bu sadəcə modu dəyişdirməkdir. Sadəcə dəyişdirir standart və ya sport ayarlarında avtomobil hərəkət edə bilər. Avtomobil 360 dərəcə kameraya malikdir. Uçan, qaçan nələr var, hamısını qeydə alır. Xoşuma gələn şeylərdən biri avtomobili simsiz şarj etməsidir ki, hansı ki burada soyutma sistemi var. Deməli, telefon qızmasına imkan vermir. Daha sonra 2 stəkan qabı böyükdür və hətta biz bunu belə bağlaya bilərik və avtomatik olaraq burada bir minimalistik bir şey yaranır. Daha sonra bir dənə də bunu açırıq və burada da bir böyük bir dərindir o. Dərin bir qabı, yəni əşya qabımızı görmüş olarıq. Əslində salon minimalistikdir, amma premiumdur. Yəni bu avtomobilə əyləşəndə biləcəksiniz ki, bu premiumdur. Yola çıxmazdan öncə isə çəkilişdə göstərdiyi köməkliyə görə Villa Siena'ya təşəkkür edirik və daha görə Zikr 7X göstərildiyi kimi və ya dediyimiz kimi nə qədər canavardır. Head-up displaya baxanda görürsən ki, adamlar proqram təminatının üzərində işləyiblər. Artıq bütün zolaqları göstərir. Yəni sən hansı zolaqdasan, sağında hansı zolaqdır, yəni zolaqları göstərir. Əlavə zolaqların əyilməsini virtual olaraq göstərir. Üstəgəl sağda və solda insanlar varsa, insanları göstərir. 001 sahibləri bilirlər ki, bu yox idi. Güzgü çox xoşuma gəldi. Sanki haşiyəsizdir. Güzgü sanki haşiyəsizdir. Hal-hazırda biz avtomobili adi standart ayarında idarə edirik. İndi sporta qoyduq. Solumuzdakı avtomobilləri buraxaq.
Keçək bura. Oo! Necədir? Hə, Asır? Səsin gəlmir. Tutulmusan. Yəni qurd söhbəti burada görünür də. Oh. O 635, bəzi mənbələrdə 645, Çin versiyası var, 800 at gücünə yaxın. Burada özünü göstərir. Head-up displeyimiz həqiqətən çox xoşuma gəldi. Böyükdür, nişanı tanıyır, hərəkət sürəti haqqında sənə məlumat verir. Dinamika, rahatlıq, premium və o qiymətə bütün bu maşında olan funksionallığı zadı götürək qoyaq ortalığa. Bu qiymətə həmin maşından tapa bilməyəcəksən təzəsini. Dönmə işığını yandırdıq, artıq sol və ya sağ güzgüdə nələr var, onu məsələn sola döndürürük, sol güzgünü ekranda bizə göstərir ki, məsələn solda dəmir var, oradan geriyə dönmə eləyən zaman ona dəyə bilərsən və s. Yəni bu avtomobilin bütün aktiv və pasiv təhlükəsizlik sistemləri hamısı işlək vəziyyətindədir və maksimum sənə fayda verə bilən bir avtomobildir. Düşünürəm ki, bu avtomobili alanlar bunun qurd olduğunu artıq bildilər. Düşünürəm ki, bu avtomobilə oturanlar biləcəklər nə avtomobil alırlar. Bu subay maşını deyil, mən sizə deyim. Bu ailə maşınıdır. Yəni bu avtomobillə ailə gəzəcək. Tək başına gəzmək, yəni çox salon genişdir, böyüdür. Bu hündürlük əldə ediblər. Bu şüşəni, panorama şüşəni etməklə çox yaxşı bir hündürlükdür. Yəni başınız dəymir, çox rahat formada hərəkət edirsiniz. Avtomobilin salon keyfiyyətinə söz ola bilməz. Yəni sadəcə sizə nə lazımdır? Gəlin, Zikr Azərbaycanda bu avtomobillə yaxından tanış olun. Əmin ola bilərsiniz ki, indi mənim dediklərim var ha. Tam mən necə danışıramsa elə haqq qazandıracaqsınız ki, Tural, sən düz deyirsən, həqiqətən. O tərəfdə maşın dönürdü, yük avtomobili. Onu belə mənə göstərdi, qardaş. Avtomobilin bateriyası 100 kWh-dır və bu bizə 707 kilometr məsafə qət etmək imkanı verir. Mənim sürüş tərzimlə, tutaq ki 707-ni tam getməsək də, 690 dəqiq gedəcək. Yəni, mən öz sürüş tərzimi deyirəm də, mən o qədər də aqressiv sürüş tərzinə malik deyiləm. Və 3 ayarlı elektrik sistemi var. Yəni, 3 ayarlı nədir? Sizin sürüş tərzi, avtomobil sizi öyrənir, süni intellekt vasitəsilə və artıq bilir ki, misal üçün, Tural bu cür idarə edir, bu qədər məsafə qət edir. Gündəlik getdiyi yol budur və o batareya həcmində lazım olan qədər batareyadan istifadə edir. Lazım olan qədər batareyadan da enerji yığanda o batareyaları yükləyir. Yəni, əvvəl batareya sistemi necə işləyirdi? Bütün batareyaların hər birini doldururdu. İndi elə deyil. İndi belədir. Sənə öyrənir, sənə baxır, sənlə tanış olur, sonra deyir ki, buna bu qədər enerji lazımdır. Batareyanın bu hissəsini doldur. Buna bu qədər enerji lazımdır. Batareyanın burasından istifadə elə. Yəni, hal-hazırda sistem bunun üzərində çalışır və tam əminliklə deyə bilərəm ki, hal-hazırda bu maşına rəqibi yoxdur. Rahat surətdə bu avtomobil BYD-ni bastırar. Bax, rahat deyirəm. Yəni, BYD-ni bastırar. Ki, nəzərə alsa ki, BYD-nin dizayn olaraq nə salon, nə də ki, eksteryer dizayn olaraq o qədər də yaxşı deyil. Bunun bəlli səbəbləri var, niyə yaxşı deyil. Yəni, dizayn olaraq BYD cəlbedici deyil. Zikr dizaynda da tutur, batareya həcmində də tutur, salon keyfiyyətində də tutur. Yəni, bir çox üstünlükləri var bu avtomobilin. Məncə, 100 eşitməkdənsə bir görmək yaxşıdır. Zikr Azərbaycana baş çəkə bilərsiniz. Mənim çox xoşuma gəldi. Amma mən daha çox sportiv avtomobilləri son dönəmlər sevməyə başlamışam. Ona görə 001-də idim. Məsələn, mənim diqqətimi cəlb edən avtomobillərdən biri 007 GT-dir. Bax, o maşın mənim çox xoşuma gəlir. Mən o maşını test edə bilərəm. O maşını bəlkə də Zikri 001-i dəyişməyi düşünsəm, bəlkə də mən şeyi dəyişərəm. 007 GT-yə dəyişərəm. Yəni, bu qədər belə seçimim biraz dəyişib. Amma əvvəlki Tural olsaydı ki, məsələn, Tural alardım mı bu avtomobildən? Mən rahat sürətə alardım, hə, alardım. Ailə avtomobilidir də, rahat. Məktəblər də başlayıb, uşaqlarınızı rahat daşıya bilərsiniz.
rayonlara rahat surətdə gedə bilərsiniz. Yəni batareya sizə imkan verir ki, siz rahat surətdə uzaq məsafələri qət edəsiniz. İndi quru sərhədləri açılsa, yəni çox bir dənə şarjla gəlib Gürcüstana da çata bilərsiniz. Ona görə əgər siz özünüzə yeni 4x4 elektrik, böyük, premium SUV axtarırsınızsa, məncə Zikr 7X sizə yaraşan avtomobildir. Növbəti videomuzda görüşərik. Qismət olsa.